görə mübahisələrin həllində mediasiyanı seçməliyik. Gəlin bu barədə biraz araşdırma aparaq. İlk növbədə mediasiyada vaxtınıza qənaət edəcəksiniz. Çünki mediasiya prosesi 1 ay, məhkəmə prosesi isə ən az 3 ay davam edir. İkinci, pulunuza qənaət edəcəksiniz. Çünki mediasiya xərcləri məhkəmə xərclərinə nisbətən daha sərfəlidir. Üçüncü isə mediasiyada məhkəmədən fərqli olaraq qərarı hakimlər deyil. Məhkəmədə qərar hakimlər tərəfindən verildiyinə görə bir tərəf udan, digər tərəf isə uduzan olur. Amma mediasiyada mediator qərar vermir. Qərarları siz tərəflər, hər iki tərəfin razılığı əsasında verilir və hər iki tərəf məmnun olur. Yəni win-win olur. Və siz necə problemlərinizi mediasiyada yoxsa məhkəmədə həll edərsiniz? Yorumlarınızı şərhdə yaza bilərsiniz. Əlavə suallarınız olarsa da bizimlə əlaqə saxlayın. Biz sizin etibarlı tərəfdaşınız olmağa hazırıq.